Yanvarın 30'unda Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 1-4, gündüz 8-12 dərəcə isti təşkil edəcək. Sabah Naxçıvanda gün ərzində bəzi yerlərdə yağış, sulu qar yağacaq, temperatur 0-5 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında yağıntı ehtimalı yoxdur. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.